Əziz şagirdlər, bugün mən sizə səhifə 57 və 58-dəki sualların izahını verəcəm. Əvvəlcə baxaq, düşün, müzakirə et, paylaşdakı suala. Rezistorlarda naqilin spiral formasında sarınmağının səbəbi nədir? Çünki rezistorlar özü çox böyük müqavimətə malik olan bir naqildir və buna görə də bizə daha çox uzun naqil tələb olunacaq və daha uzun naqili biz düz formada etsək daha çox yer tutar. Ona görə də spiral formada sarınır. Keçək öyrəndiklərinizi tətbiq edəndə birinci suala. Nigar şəkildəki kimi elektrik dövrəsi yığdı və dövrənin A və B uclarına hansı naqili birləşdirdikdə lampa daha parlaq yanar deyir. Lampanın parlaq yanması onun cəryan şiddətinin yüksək olması deməkdir. Cəryan şiddətinin çox olması isə müqavimətin az olması deməkdir. Yəni biz cavablardan müqaviməti az olanı götürməliyik. Bəs müqavimət özü nədən asılıdır? Rho, L, S düsturuna görə müqavimət naqilin uzunluğu L və S-dən asılıdır və bir də maddənin növündən. Deməli, bizə müqaviməti az olan cavab lazımdır. Müqavimətin az olması üçün naqilin uzunluğu az olmalıdır, səthinin sahəsi çox olmalıdır. Və bu variantlardan da ən yaxşı metallardan ən yaxşı elektrik keçirici olan gümüşdür. İki variant da var, C və D variantlarında. Deməli, bizə lazımdır uzunluğu az olan, sahəsi çox olan, o da C variantındadır. C variantında uzunluq 1 L-dir, amma D variantında 2 L-dir. Ona görə cavab olacaq C variantı. Keçək ikinci suala. Azər şəkildəki kimi elektrik dövrəsi qurdu. Sürgünü sola sürüşdürdükdə ampermetrin və voltmetrin göstəricisi necə dəyişər? Əvvəl biz reostatımızı çəkək. Əvvəl sürgü bu şəkildədir. Deyir, bunu sola sürüşdürsək, yəni gətirsək bura. Əvvəl naqilin uzunluq nə qədər idi? Bu qədər, sonra kiçildi. Düzdür? Yəni, naqilin uzunluğu azaldı. Naqilin uzunluğu azaldısa da, müqavimətin düsturuna görə naqilin uzunluğu azaldı. Onda müqavimətlə düz mütənasibdir. Müqavimət də azaldı. Müqavimət azaldısa da, cəryan şiddətində müqavimət tərs asılıdır. Müqavimət azdısa, cəryan şiddəti çoxdur. Cəryan şiddəti çoxsa, deməli, onda bizdən soruşur ampermetrin göstəricisi necə dəyişir? Deməli, ampermetrin göstəricisi artar. Çünki cəryan şiddəti artdı. İkincidə isə voltmetr soruşur. Onda gərginliyin düsturuna görə U bərabərdir. I vurulsun R-ə əsasən. Müqavimət azaldısa da, gərginliklə müqavimət düz asılıdır. Deməli, gərginlik də azalacaq. Gərginlik azaldısa da, deməli, voltmetrin də göstərişi azalacaq. Deməli, doğru cavab oldu. Ampermetrin göstərişi artar, voltmetrin göstərişi azalar. Keçək B variantında. B variantında isə tərsini deyir. Deyir, indi sürgünü sağa sürüşdürdükdə lampanın parlaqlığının dəyişməsi qrafikin hansı hissəsinə uyğun gəlir? Əgər reostortda sürgü buradadırsa da, indi sağa bura gətiriblərsə də, əvvəl uzunluq bu qədər idi, indi bu qədər oldu. Nə oldu? Uzunluq artdı. Uzunluq artdısa da, onda müqavimətlə düz asılıdır. Müqavimət də artdı. Müqavimətlə də cəryan şiddəti necə asılı idi? Tərs asılıdır. Müqavimət artdı. Deməli, cəryan şiddəti azaldı. Yəni, parlaqlıq da azaldı. O da qrafikin hansı hissəsinə uyğundur azalma? 2 hissəsinə. Keçək üçüncü suala. Suyun çəndən boşaldılması təsvir olunub. Eyni uzunluqlu, müxtəlif diametrli borulardan axan su miqdarları fərqlidir. Bu hadisə ilə müxtəlif müqaviməti olan naqillərdən cəryan keçməsi arasında hansı oxşarlıq var? Biz şəkildən də görürük ki, deməli, eyni uzunluqdadır. Hansı borudan su daha asan axar? Təbii ki, diametri çox olan borudan. Eynən bu naqillərdə də eynidir. Yəni, əgər cəryan şiddətinin çox olması üçün, yəni düsturdan da bilirik, cəryan şiddətinin
daha yaxşı, çox olması üçün müqaviməti az olan olmalıdır. Yəni müqavimətin az olması üçün də deməli naqilin enkəsinin sahəsi daha çox olmalıdır. Bu da Ohm qanununa əsaslanır. Öyrəndiklərinizi yoxlayın da birinci sualda. Naqilin müqaviməti nədən asılıdır? Naqilin uzunluğundan, səthin sahəsindən və maddənin növündən asılıdır. İkinci sualda. Dövrədəki cərəyan şiddətini hansı iki üsulla tənzimləmək olar? İki dənə cihazdan istifadə edirik. Biri rezistordur, o biri isə reostatdır. Rezistorla reostatın da fərqi odur ki, rezistorda müqavimət sabitdir. Biz bunu dövrəyə qoşanda, yəni cərəyan şiddəti müəyyən bir qiymət ala bilir. Amma reostatın sürgüsünü sağa sola yerini dəyişməklə biz cərəyan şiddətini də artırıb azalda bilərik. Üçüncü sualda hansı cihazın iş prinsipi naqilin müqavimətinin onun uzunluqdan asılı olmasına əsaslanır? Reostatın. Üçüncü sualda olacaq cavab reostat. Dördüncü sualda sərbəst elektronlar ionlarla çox yoxsa az toqquşduqda müqavimət böyük olar? Təbii ki, daha çox toqquşduqda. 4-də olacaq cavab çox toqquşduqda. 5-ci sualda Nicat qurduğu dövrənin bir hissəsinə birləşdirdiyi mis naqili daha uzun naqillərlə əvəz etdikdə lampanın parlaqlığının azaldığını müşahidə etdi. Lampanın parlaqlığının azalmasına səbəb nədir? Demək, uzunluq getdikcə azalıb. Uzunluq getdikcə daha uzun naqillərlə lampanın parlaqlığı, uzunluq getdikcə artıb. Uzunluq artıbsa, deməli, müqavimət də artıb. Müqavimət artdığına görə cərəyan şiddəti azalıb. Cərəyan şiddəti müqavimət artdısa, cərəyan şiddəti azaldığına görə lampanın parlaqlığı da azalıb. Yəni, A variantında cavab olacaq cərəyan şiddətin azalmasına görə. Müqavimət artır, cərəyan şiddəti azalır. B variantında soruşur, naqilin uzunluğunu sabit saxlayıb, enkəsinin sahəsi daha böyük olan naqillərlə əvəz etsək, lampanın parlaqlığı necə dəyişər? Deməli, B variantında bizə deyir indi, enkəsinin sahəsi daha çoxaltsaq, enkəsinin sahəsi artdısa da müqavimət azaldı, müqavimət azaldısa da cərəyan şiddəti artdı. Yəni, lampanın parlaqlığı necə dəyişər? Cərəyan şiddəti artdısa, parlaqlıq da artar. 6-cı sualda Leyla maddələrin elektrik keçiriciliyini yoxlamaq üçün K və L uclarına növbə ilə eyni ölçülü mis, gümüş və plastik çubuqları bağladı. Hansı halda lampa yanmaz? Təbii ki, biz plastik çubuq yerləşdirsək K və L uclarına, çünki plastik çubuq dielektrikdir, elektrik cərəyanı keçirmir. Altıda A variantında oldu. Plastik çubuq. Sonra B variantında hansı halda lampa daha parlaq yanar? Mis, gümüş və plastik. Bunlar arasında bayaq da dedim ki, ən yaxşı elektrik keçiricilik gümüşdədir. Ona görə gümüş olacaq. 7-ci sualda da reostatın şərti işarəsini, bu da C variantı.